Salam. Mən sizinlə texnika haqqında deyil, kamera modelləri, ayarlar, düymələr haqqında da deyil. Mən sizinlə baxış bucağı haqqında danışacağam. Mən sizə nəsə öyrətməyə çalışmayacağam. Sadəcə illərdir gördüyümü, düşündüyümü və sual verdiyimi paylaşacağam. Mənim üçün vizual cavabdan da çox sualdır. Mən sənəti sevməyə uşaq vaxtı başlamışam. O vaxt sadəcə bunun adını bilmirdim. Sadəcə bir sual var idi. Yadımdadır. Kameranın qabağında dayanırdım. Lensə baxırdım. Lens yumruydu. Sadəcə öz-özümə düşünürdüm. Niyə bu yumrudur? Televizorda gördüyümüz görüntü dördbucaqdır. O vaxt bunu heç kəsə izah edə bilmirdim. Sadəcə o sual məndə qaldı. İllər sonra başa düşürəm ki, bu sual görüntü haqqında idi. Çərçivə haqqında, seçim haqqında. Çünki kamera nəyisə göstərir və nəyisə də gizlədir. Bugün hər kəs video çəkə bilər. Telefonla, kamera ilə, dronla. Amma vizual başqa şeydir. Vizual sadəcə nəyə çəkdiyin deyil, necə baxdığındır. İşığa baxırsan, sadəcə işıqlıdır demirsən, soruşursan. Bu işıq nə hiss yaradır? Sakitlik, gərginlik, təhlükə, yoxsa güvən? Eyni otaq ola bilər, eyni insan, amma işıq dəyişəndə hiss dəyişir. Və bunu sözlə deməyə ehtiyac qalmır. Vizual özü danışır. Çox vaxt bu işi operatorla qarışdırılır. Bu normaldır. Operator kameranı idarə edir. Fokus, ekspozisiya, stabil hərəkət, bunlar çox vacibdir. Amma bu işin hamısı deyil. Burada əsas məsələ rejissorun dediyini vizuala çevirməkdir. Kamera harada dayanmalıdır? Yuxarıda mı, aşağıda mı? Bu kadr insanı güclü göstərirmi? Yoxsa zəif? Bu suallar texniki deyil. Bu suallar emosional qərarlardır. Bu qərarlar tamaşaçıya təsir edir. Bəzən özü bilmədən. Rəng palitrası təsadüfi deyil. Bəzən bir filmi xatırlayanda onun süjeti yox, rənglər yadımıza düşür. Sarımtıl tonlar nostalji yaradır. Mavi, yaşlı soyuqluq, gərginlik. Kamera hərəkətləri də belədir. Statik kamera, sakitlik, əlləçi ilə çəkilən kamera, gərginlik. Bu şeylər hiss yaradır və hiss hekayənin yarısıdır. Texnika vacibdir. Kamera sistemlərini bilmək lazımdır. Lensləri, işığı, ekspozisiyanı. Amma bunları bilmək kifayət deyil. Estetik zövq lazımdır. Musiqi hissi kimi, rəssamın rəngləri tanıması kimi və ən əsası hekayə hissi. Yaxşı kadr sadəcə gözəl olmur, mənalı olur. Və bu podkastı ona görə açmışam ki, vizuala biraz da başqa cür baxaq. Sürətli yox, səs-küylü yox, daha düşüncəli. Bu yol bir gecədə öyrənilmir. Bu yol zəhmət istəyir, müşahidə istəyir, vaxt istəyir. Amma baxışdaysam da hər şey dəyişir. Görüntü gözlə çəkilmir, düşüncə ilə qurulur.